Əgər səndə də uzun müddətli davam edən sinir ağrıları varsa, oynaq ağrıları varsa, onda mənə diqqətlə qulaq as və sən də bu ağrılar üçün sadəcə ağrıkəsici iynələr istifadə edirsənsə, deməli adından da görsəndiyi kimi bu ağrıkəsici vasitələr, iynələr sənə bir müddət kömək eləyəcək və daha sonra effekti itəcək və ağrıların yenidən başlayacaq. Əgər mənə sona qədər diqqətlə qulaq assan, sənə elə bir vasitə göstərəcəm ki, istifadə etdiyin andan etibarən sinir ağrısı, oynaq ağrısı kimi ağrıları bir dəfəlik müalicə olaraq aradan qalxacaq. İlk öncə ağ ürək, qızart və pirus şəhərəsinə toxunmağı yaddan çıxartma ki, hansı vasitədir və necə istifadə olunur, bunun haqqında məlumatın olsun. Deməli, nə edirsən? Yaxınlaşsan apteklərə Neyrovit ampul alırsan. Deməli, Neyrovit ampulanın tərkibində B1, B6 və B12 kimi B qrup vitaminlər var ki, bu da sizə sinirdə yaranan ağrını müalicə edərək aradan qaldırmağa kömək edəcək. İstifadə qaydası isə gün aşırı 4 dəfədən çox olmayaraq 2 milli əzələ daxili istifadə etməyiniz kifayətdir ki, uzun müddətli davam edən sinir ağrıları və oynaq ağrılarına son qoymağa kifayət etsin. Yaxınlaşıb istənilən bir aptekdən əldə edə bilərsiniz. Videonu bəyənməyi, paylaşmağı və səhifəmizə takib atmağı da yaddan çıxartmayın.